Salam dəyərli şagirdlər və abituriyentlər, Dövlət İmtahan Mərkəzi test topsundan qaldığımız yerdən davam edirik. Deməli, ikincisi test topsundan feili birləşmələr mövzusuna aid olan testlərə indi baxacağıq. Bu tipli testlərin tez-tez gəlməyini istəyirsə, kanalımıza dəstək olmaq üçün abunə olmağı və videolarımızı dostlarınızla paylaşmağı unutmayın. İndi isə uşaqlar gəlin başlayaq sualların izahına. Deməli, deyir ki, asılı tərəfi hərəkətin obyektini bildirən məsləhət tərkibini müəyyən edin. Soyuqdan donmaq burada hərəkətin səbəbini bildirir. Həm tamaşaya baxan feili sifətdir. Müəllimin danışmağı bu ismi birləşmədir. Birinci tərəf yiyəlik halı olursa, uşaqlar ikinci tərəfdə artıq mənsubiyyət varsa, burada məsləhət belə olsa bu ismi birləşmə sayılacaq. Məsləhət tərkibi deyil. Uşağı demək güldürdükdə bu feili sifətdirdir. Baharı qarşılamaq, bəli. Baharı qarşılamaq, baharın üzərində iş gedir. Demək, bu nədir? Hərəkətin obyektini bildirir. Feili birləşməsini və təsirli hala obyekti bildirir bildiyimiz kimi. Feili birləşməni müəyyən edin. Şəhərdə yaşamaq, elə məqamək görürsüz, məsləhət tərkibidir. Ol, etdən söz birləşməsi yaranmır. Bunlar defisdən yazılıb köməkçi nitq hissəsində A, ə plus bilməkdən də bilirik ki, mürəkkəb feil yaranır. Anama kömək edən oğlana təşəkkürümü bildirdim. Feil sifət tərkibi demək, oğlana, hansı oğlana anama kömək edən. Demək, kömək edən bir söz, bu da iki söz, feili birləşmə yarandı. Burada da təyin vəzifəsindədir. Demək, təyin cavab E variantı. Dağdan enəndə feili birləşməsinə tabe tərəf, demək, dağdan, bu da isimdir. Cavab C variantı. Nümunələrdə feili birləşmə növünü və onların hansı cümlə üzv olduğunu, gen düşəndə, məndən düşəndə, dən düşəndə, anda nədir? Feili bağlama tərkibi. Feili bağlama tərkibidir, cümlədə yalnız zərflik olur. Feili birləşməni müəyyən edin, kömək etmək, ol, et, elədən dediyimiz kimi olmur, eləmi? Məşğul olmalıdır, buna görə silirəm. Sonra kömək etmək arzusu, görürsünüz ki, bu ismi birləşmə oldu artıq. Cavab oldu böyüyə hörmət etmək. Dediyim kimi hörmət etmək 1, bu da böyüyə 2. 2 dənə söz var. Əsas tərəfi təsriflənməyən feillərlə ifadə olunan söz birləşməsini müəyyən edin. Yəni feili birləşmə istəyir, bu getdi, gələn olar, döyüş, bu isimdir, eləmi? Düşünən, görünən feili birləşmədir, feil sifət tərkibidir. Alma isimdir, addım isimdir. Feili bağlama tərkibi səbəb bildirir. O növbəsində baş verilən dəftərə yazıb həkimə məlumat verdi. Nə tərzdə həkimə məlumat verdi? Dəftərə yazıb, eləmi? Düşmən məğlubiyyətini eşidib sevindik. Sevinməyimizin səbəbi nədir? Düşmənin məğlubiyyətini eşitməyimiz. Cavab olub B variantı. Qonaqların yaxınlaşdığından nədən? Sonra sağa sola vurnuxudur. Sənəd işlər məşğul olduğu üçün, bu o dığı üçün dıq plus mənsubiyyət nədir? Feili sifətdir burada. Səndən feili bağlama tərkibini istəyir. Burada da səbəb bildirir, amma feil sifətdir. Otağın kənarında dayanıb nə tərzdə baş verilənləri izləyirdi? Otağın kənarında dayanıb. Bu da tərzini bildirir. Feili bağlama tərkibi işlənməmişdir deyir. Köhnə dostumla rastlaşdıqda, eləmi? Bu işlərini tamamlayaraq şahid ifadəli ilə tanış olmadan hamısı birlikdə feili bağlama tərkibi siyahını köçürəndə Elxan utanaraq başını aşağı dikdi. Utanaraq tək bir sözdür, feili birləşmə deyil, feili bağlama tərkibi deyil. Feili bağlama tərkibi olması üçün minimum 2 söz lazımdır. Elə müstəqil mənalı. Cavab oldu E variantı. Feili bağlama tərkibi işlənmişdir, istirahət edəndə olmaz. Bu ol, et, elə deməli dediyimiz kimi mürəkkəb feildir. İşlərini qurtaranlar demək feili bağlama istəyir, bu feili sifətdir. Onlar yağış kəsməyincə oldu feili bağlama tərkibi. Görüləcək işlərimiz burada acaq əcək feili sifətdir. Həm də təkdir zaten. Nuru kişi qocalıb, daha əvvəlki də işləbilmə. Nə edib qocalıb? Bu artıq burada feildir. Yəni təsriflənməyən feil deyil. Feili bağlamanın özü deyil. Keçmiş zaman şəkilçili feildir. Hansı cümlələrdə feili bağlama tərkibi işlənmişdir? Oğlanları onun məsləhətini unudur. Onun məsləhətini, bu da ismi birləşmədir. Özləri istədiyi kimi. Bu da feili sifətdir, feili bağlama deyil. Getdi. Köroğludan bu sözləri eşidərkən feili bağlama tərkibi. Onlar tez-tez ataların müdrik sözlərini, bu ismi birləşmədir.
Ertəsi gün səhər açılar açılmaz feili bağlama tərkibi. Dan yeri ağarmağa başlayanda anda əndə feili bağlama tərkibi 2, 4, 5 A variantı. Əsas tərəfi feili bağlama ilə ifadə olunan feili birləşmə hansı cümlədə işlənib? Əsas tərəf feili o danışdıqca kədərlənirdi. Burada tək sözdür. Gələndə onu gördüm. Burada tək sözdür. Biz yığışıb onu yaxşıca danladıq. Kim? Biz. Burada da yığışıb təkdir. Mən içəri girəndə nə zaman o pəncərədən baxdım. Mən içəri girəndə hamısı birlikdə zərflik olacaq. O da mübtəda olacaq. Mən burada tərkibin daxilində qalır. Sonra hamı susub dayanmış. Dayanmışda kim hamı? Bu da susub təkdir. Tərkib deyil. Əsas tərəfi feil sifətlə ifadə olunan feili birləşmə işlənib. Demək, feil sifət tərkibi istəyir belə deyək. Müəllim nədənsə çox narahatdır. Kim? Müəllim. Hansı müəllim? Tələbələri dinləyən feil sifət tərkibi A variantı. Demək, şagird kitaba baxmadan feili bağlama. Oxuyan burada təkdir. Feil sifətin özüdür. Burada da feil sifətin özüdür. Burada da feil sifətin özüdür. Səndən feil sifət tərkibi istəyir. Hansı cümlədə əsas tərəfi feil sifətlə ifadə olunmuş feili birləşmə? Kənddə keçirdiyim günləri unuda bilmirəm. Demək, kənddə keçirdiyim günləri unuda bilmirəm. Hansı günləri kənddə keçirdiyim? Dık plus mənsubiyyət, feil sifət olur, eləmi? Sonra qaçanı qovmazlar. Burada təkdir. Yaxşı oxumağın məsdərdir. Məhəmməd qaçaraq feili bağlama təkdir. Yetişməmişdir. Bu da təkdir. Müəllim lövhədə yaza-yaza izahat verdi. Nə tərzdə izahat verdi? Yaza-yaza yazaraq izahat verdi. Eləmi? Tərz hərəkət zərfliyə. Yalçın quşqonmaz qayaların döşünə sığınmış qala uzaqdan görünürdü. Hansı qala? Yalçın quşqonmaz qayaların döşünə sığınmış. Feil sifət tərkibi oldu təyin. Hansı birləşmə də aslı tərəf feildir deyir. Aslı tərəf. Yəni birinci tərəfdən söhbət gedir də, burada tərsindən soruşdu. Yaşamaq görsən, satış isimdir, dağ isim, Təbriz duman getdim. Hərəkətin səbəbini bildirən, onlar xudahafizləşib ayırdılar. Nə tərzdə ayırdılar? Tərzini bildirir. Nərgiz gülü qarın altından başını çıxarıb. Burada da necə boylandı? Nə tərzdə boylandı? Tərzi bildirir. Yaxınlıqdakı dayanacaqda iki qoca oturub dərdləşdirdi. Necə dərdləşirdi? Oturaraq dərdləşirdi, eləmi? Uşaqlar sinif rəhbərin gəldiyini görüb, səs-küy niyə kəsdilər? Səbəblər nə idi? Sinif rəhbərin gəldiyini gördükləri üçün. Hansı feili birləşmənin tabe tərəfi adlı qaldı olan isimlə ifadə olunmuşdur? Demək, aslı tərəfdən söhbət gedir, eləmi? Kitabı oxuyarkən dağı çapan, meyvəni yemək, gözləri yaşaranda cavabımız olacaq D variantı. Onun öz gözləri yaşaranda, onun gözləri yaşaranda. Buradakı i mənsubiyyətdir, məzlum da sifətdir. Hansı cümlədə feili birləşmə işlənmişdir? Son günlər sərhəddə sakitlikdir. Demək, sərhəddə sakitlikdir. Burada sözlü feili birləşmə yoxdur. Sonra yeni 5 mərtəbəli binalar çox gözəldir. Burada da yoxdur. Axır zamanlar çox narahatdır. Biz qəsəbədə, harada, eləmi, zərflik, hansı qəsəbədə yeni salınmış görsüz, təyin vəzifəsinə işlənib, feili sifət tərkibi. Cavab olacaq D variantı. Hansı cümlədə feili birləşmə işlənmişdir? Oxumaq yalnız sizi yox, ətrafınızda dəyişir. Nə oxumaq burada təkdir. Uşaqlıqda gəzdiyim yerləri, haranı yerləri, hansı yerləri uşaqlıqda gəzdiyim feil sifət tərkibidir. Kitab-ı Dədə Qorqud dastanı türk dilli xalqların ortaq abidəsidir. Bu türk dilli xalqların ortaq abidəsi, xalqların abidəsi ismi birləşmədir, eləmi? Seminar iştirakçıları, seminarın iştirakçıları, bu da ismi birləşmədir. Bahar nəğmələrini, bu da ismi birləşmədir. Demək, nümunələrin birində əsas tərəfi indiki zaman mənalı feili sifətlə ifadə olunmuş feili birləşmə mübtəda. Deməli, əsas tərəf, eləmi? Yəni söz birləşməsinin ikinci tərəfi ən şəkilçili feili sifətlə ifadə olunur və cümlədə mübtədadır. Sonra əsas tərəfi keçmiş zaman mənalı feili sifətlə ifadə olunmuş feili birləşmə isə xəbər vəzifəsindədir. Keçmiş zaman hansılar var? Demək, dık plus mənsubiyyət, eləmi? Mış. Bunlar ikisidir də.
Oxuyan bizim qonşunun uşağıdır. Burada fe'l sifət tərkibi deyil. Fe'l sifətin özüdür. Jurnalda dərc olunan sənin yazdıqların. Sənin yazdıqlarındır. Nə? Jurnalda dərc olunan. Bax, mübtəda vəzifəsi nədir? Bəli. Ən şəkilçili fe'l sifət tərkibi mübtəda vəzifəsi nədir? Bəli. Dık plus mənsubiyyət də keçmiş zaman məzmun fe'l sifət tərkibidir. Bəli. Bu da xəbər vəzifəsidir. Cavab olacaq B variantı. Dəvət etdiklərimiz o bir otaqda oturanlar. Burada tərsinədir uşaqlar. Baxın. İndiki zaman məzmunlu fe'l sifət xəbərdir. Mübtəda deyil. Burada da mübtədadır nə? Keçmiş zaman məzmunlu fe'l sifət tərkibi çaşdırmaq üçün qoyub. Qəzetdə çap olunmalı bu gələcək zaman məzmunludur. Sənin dediklərin burada da keçmiş zaman məzmunludur. Qəzetdə yazılanlardır. Nə? Sənin dediklərin. Burada da mübtəda vəzifəsi nədir? Keçmiş zaman məzmunlu fe'l sifət tərkibi. Buna görə getdi. Sonra uyğun gəlməyən, eləmi? Baxaq, fe'li bağlama baxaq. Demək, dalbadal düzüldükcə vətəni sevən. Vətəni sevən nədir? İsim və fe'li sifət. Sadə isim, eləmi? Fe'li sifət varmı? Gülə-gülə danışan. Nədir? Fe'li bağlama, danışan fe'li sifət. Fe'li bağlama plus fe'li sifət də var. Bəkdən qışqıranda düzəltmə zərf, qışqıranda fe'li bağlama. Düzəltmə zərf fe'li bağlama bu da var. Dalbadal mürəkkəb zərf fe'li bağlama düzüldükcə. Amma sadə zərf plus fe'li bağlama yoxdur. Cavab olacaq C variantı. Ucadan oxuyarkən demək düzəltmə zərf plus fe'li bağlama. Düzəltmə zərf fe'li bağlama var. Kənddə sadə isim, eləmi? Yaşayanda fe'li sifət. Sadə isim fe'li sifət də var. Sonra tələsə-tələsə danışan, tələsərək danışan fe'li bağlama, fe'li sifət varmı? Fe'li bağlama, fe'li sifət. İl beyli artdıqca mürəkkəb zərf, artdıqca da fe'li bağlama. Mürəkkəb zərf fe'li bağlama da var. Demək cavabımız olacaq E variantı, bu yoxdur. Hansı cümlədə fe'l sifət tərkibi məstər tərkibinin asıl tərəfi kimi işləmişdir? Fe'l sifət tərkibi məstər tərkibinin asıl tərəfidir. Yəni birinci tərəfdə fe'l sifət tərkibidir, eləmi? Ara vurub ev yıxmaq. Demək, Cəhrə arvadın çoxdankı xasiyyəti. Nə? Ara vurub ev yıxmaq. Demək, burada fe'l sifət yox, fe'li bağlamadır. Eləmi? Bulaqdan su içmək istəyən uşaqları fe'l sifət tərkibi, məstər tərkibi. Burada tam tərsinədir. Fe'l sifət tərkibinin asıl tərəfi məstər tərkibidir. Şərti elə bir fırlayıb tam tərsinə bir cavab verib burada. Görürsünüz ki, istəyən nədir? Fe'l sifət tərkibi. Asıl tərəfi nədir? Məstər tərkibi. Asıl tərəfi məstər tərkibi. Amma səndən istəyir ki, asıl tərəfi fe'l sifət tərkibi olsun. Demək, bax, məstər tərkibidir. Görürsən, qazandığını dıq plus mənsubiyyət fe'l sifət tərkibidir. Cavab olacaq C variantı. Uşağın gözlərinin yaşardığını görüb. Burada fe'li bağlama tərkibinin asıl tərəfi fe'l sifət tərkibidir. Məstər tərkibinin yox. Burada da həmçinin otlamaq. Hansı cümlədə fe'li birləşmə sintaktik vəzifəsi digərindən fərqlidir? Bahar ağacın başına çıxanda nə zaman? Zərflik, eləmi? Sonra İlyas divara söykənmiş silahı götürərək darvaza yaxınlaşdı. Necə tərzdə yaxınlaşdı? Burada zərflikdir. Burada zamandır, burada tərzidir. Buna diqqət eləyirik. Zaman tərz. Gələndə nə zaman? Zərflikdir. Bu da zamandır. Balaca aşağıda görəndə zaman zərfliyi, zərflik. Eləmi? Biz bir tərəfə atdığı rezin təkərləri nəzərdən keçirən sada hansı nəzərdən keçir? Burada təyindir ümumiyyətlə. Cavab olacaq E variantı. Deyir ki, həm ismi, həm fe'li birləşməyə aid nümunə. Babasının söhbətlərini yoldaşlarına tez-tez danışırdı. Babasının söhbətlərini ismi birləşmə var, fe'li birləşmə yoxdur. Uşaqların heç biri ismi birləşmə, vəziyyətin gərgin olduğunu. Bu da fe'li birləşmə. Bir küncə qısılıb. Fe'li birləşmədir, eləmi? Anaların özü ismi birləşmədir. Atanın zəhimli baxışları, atanın baxışları nədir? Fe'li ismi birləşmə. Uşaqları qorxutdu. Yalnız ismi birləşmə istədiyi üçün 4-ü götürəcəm. O pəncərəni açıb. Fe'li birləşmə. Otaqların havası ismi birləşmə. Demək, ara bir anamdan icazə alıb. Fe'li birləşmə. Fe'li bağlam tərkibi. Onun yanı ismi birləşmə. Demək, cavab olacaq burada 2, 3 və 5, daha doğrusu 4 olacaq. Sonra
28-də deyir ki, hansı cümlənin tərkibində iki fe'li birləşmə? Baxaq, demək, kənarda dayanmış fe'l sifət tərkibi, eləmi? Bizi görəndə fe'li bağlama tərkibi, bunu götürmək olar. Göyə ucalan fe'l sifət tərkibi var. Ona baxanları, bu da fe'l sifət tərkibi, bu da 2 dənədir. Yerə enən fe'l sifət tərkibi, təyyarənin səsi ismi birləşmədir, bu getdi. Bayaqdan ağlayan uşaq, demək, bayaqdan ağlayan fe'l sifət, anasını görəndə fe'li bağlama tərkibi. Qatar yerinə tərpənən tərpənməz 1, Səməd dayı vaqona mindi. Burada ikinci fe'li birləşmə yoxdur. Demək, cavab burada nə olacaq? 1, 2 və 4. Elirvin diaqramına əsasən yanlış fikirlər müəyyəndir. Yamyaşıl zəmilər göz işlədikcə uzanırdı. Kütlə göstərməsində çəkilən ətrafa yayıldı. Deməli, söz birləşməsinin tərəfləri müstəqil cümlə üzvüdür. Uzanırdı, nə, zəmilər, hansı zəmilər, yamyaşıl, bəli, ismi birləşmədir. Hərəsi müstəqil cümlə üzvüdür. Biri təyində, biri mübtəda. Yanlış fikir istədiyim biri götürməyəcəm. Sonra 2 yuxarıdadır. Sabit söz birləşməsi işlənmişdir. Göz işlədikcə, bəli, frazeoloji birləşmədir. Sabit söz birləşməsi işlənir. Deməli, 2-də getdi. 3 əsas nitq hissəsinə ibarət olan fe'li birləşmədən istifadə olunmuşdur. Bu ikinci cümlə. 3 hardadır? İkinci cümlə. 3 əsas nitq hissəsinə ibarət. Əsər rəsməz 1-dir, küləkdir 2. 3 deyil. Deməli, yanlış olan fikirlərin biri 3-dür. 4-də nə deyir? İsmi birləşmənin formalaşmasında qrammatik şəkillərin rolu var. Bəli. Orada çiçəklərin ətri var. Bu yiyəlik, bu da mənsubiyyət. Bu da doğru fikirdir, getdi. Həm ismi, həm də fe'li birləşmə işlənmişdir hər ikisində. Xeyr, bax, burada göz işlədikcə şeydir. Fe'l frazeoloji birləşmədir. Buna görə cavabımız olacaq 3 və 5. Sonra əsas tərəfi məstərlə, fe'li sifətlə, fe'li bağlama. Gözləri seyr edəndə nədir? Fe'li bağlama. Seyr etmək heç birisi deyil. Çünki mürəkkəb fe'ldir. Ol etilidən düzəlib. Qatara minmək nədir? Məstərdir. Sahildə gəzdikcə fe'li bağlamadır, eləmədikcə. Tapşırıqlar yerinə yetirilmiş, bu da oldu fe'li sifət. 1C, 2A, 2Y, 3. D aldı, eləmə. Sonra məstər tərkibi, fe'l sifət tərkibi, fe'li bağlama tərkibi deyir. Qızım anaya xəbərdarlıq etməyi nədir? Məstər. Bir oldu. Başa düşəndə artıq gec olacaq. Demək, uşaqlar, başa düşəndə nədir? Frazeoloji birləşmədir. Ona görə sən onun fe'li bağlama tərkibi götürə bilmirsən. Frazeoloji birləşmədə mürəkkəb fe'l sayılır. Sabit söz birləşməsidir. Zəfər evə çatanda. Bax, bunu artıq fe'li bağlama götürə bilərsən. Evə çatar çatmaz. Bu da fe'li bağlamadır. Yığılmış. Bu da fe'li sifət. 1A, 2Y, 3'ə, C-dir. Sonra 32-də nə deyir? Əsas tərəfi məstərlə ifadə olunmuş fe'l sifət tərkibində, fe'li birləşmə. Fe'l sifətlə ifadə olunmuş, bir də fe'li bağlama. Çox irəli getmək təhlükəli idi. Nə? Çox irəli getmək. Bu nədir? Məstər. Biri olacaq A. Ənvər gecələr göydəki parlaq ulduzları seyr edir. Burada heç nə yoxdur. Ona göndərdiyim dık plus mənsubiyyət, fe'l sifət. 2'ye olacaq demək C variantı. Qız ışığı yandıranda anda əndə fe'li bağlama, eləmi? Deyim. Bu qayğılar içində şeir yazmaq, bu da məstər. Bu da 1'ə eləmi? 1A, Y, 2'ye C, 3'ə D. Evində səliqəli səhman yaratmaq, məstər tərkibi. 33'də 1 olacaq A. İçəri daxil olmuş fe'li sifət. 2'ye olacaq B. Qayıqdan düşərkən bu da olacaq fe'li bağlama, arkən, eləmi? Vətən yolunda şəhid olmaq, vətən yolunda şəhid olmaq. Hamısı birlikdə məstər tərkibi. Qəbul edilmiş, bu da ki, ol etdən düzəlir. Fe'l sifət götürə bilməzsən. Demək, 1AD, 2'ye B, 3'ə də C olacaq. Qaranlıqda azaraq yolumuzu itirdik.
qaranlıqda azaraq fe'li bağlama tərkibi. Biri olacaq A. Sonra kəndə gedən cığra, hansı cığra kəndə gedən fe'li sifət tərkibi. Mən yuxudan duranda nə zaman fe'li bağlama tərkibi. Orada bitən gülləri, hansı gülləri orada bitən fe'li sifət. Elm öyrənmək nə? Elm öyrənmək bu da məstər. 1 AC, 2 BD, 3 Y. Rahatdır bu suallar hamısı. 10 ömrə 100 ömrə dəyişmərəm heç. Dərinə boy verən qısa bir ömrə. Hansı ömrü dərinə boy verən fe'li sifət tərkibi. Eləmi? 2 olacaq A. Yaradan uğrunda ölməyə məstər tərkibi. 1B, 2A. Cahandar ağa faytonçuya gözaltı baxıb. Fe'li bağlama tərkibi. Qəlbim sızlardı birdən sən dərsə gəlməyəndə. Nə zaman sən dərsə gəlməyəndə fe'li bağlama tərkibi. Axşam olanda da ol etdən düzəldir. Bu da heç birisinə aid deyil. Belə. 1'ə B, 2'ə A, 3'ə C, D. Testlərin izahını yekunlaşdırdıq uşaqlar. Bu tipli izahların tez-tez gəlməyi istəyirsə kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Sağ olun, növbəti testlərdə görüşərik.